Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlundan xəbər var. Unikalın əldə etdiyi məlumata görə tikinti maqnatının oğlu Şahin Axundov həbs edilib. Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfn mərasimində iştirak edib. Bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Türkiyənin keçmiş Xarici İşlər Naziri və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun dəfn mərasimində iştirak edib, başsağlığı verib. Bakıda üzərinə hasar aşan qadın ölüb. Hadisə aprelin 6-sında Sabunçu rayonunda qeydə alınıb. 61 yaşlı Sədaqət Əsədovanın üzərinə hasar aşıb. Qadın kliniki tibbi mərkəzə yerləşdirilsə də, aprelin 18-də orada dünyasını dəyişib.